Dünyanın diqqəti hazırda Türkiyəyə yönəlib. Çünki İstanbulda Rusiya və Ukrayna nümayəndə heyəti görüşür. Hətta Erdoğan-Zelenski görüşü başlayıb. Maraqlıdır ki, tərəflər arasında keçirilən danışıqlar ilkin mərhələdə nəticə verəcəkmi? Hansı qərarlar qəbul olunacaq? Dünya mətbuatının diqqətlə izlədiyi bu məsələni siyasi şərhçi Anar Əliyevlə birlikdə müzakirə edəcəyik. Salam Anar müəllim, xoş gördük sizi. Salam, xoş gördük. Anar müəllim, qeyd etdiyimiz kimi hər kəsin diqqəti bugün İstanbula yönəlib və ümumiyyətlə bilmək istəyərdim ki, ilkin mərhələdə İstanbul görüşündən gözləntiləriniz nədir? Təşəkkür ederim. Bəli, qeyd etdiyiniz kimi bugün dünyanın ən qaynar nöqtələrindən biri Rusiya-Ukrayna cəbhəsindəki proseslərin taleyi ilə bağlı çox mühüm bir görüş baş tuta bilər. Mən nəyə görə baş tuta bilər deyirəm. Çünki Zelenski bir neçə saat bundan öncə yenə də öz ampulasına sadiq qalaraq emosional bir reaksiya verdi. Açıqlama səsləndirdi ki, mənim Erdoğanla keçirilən görüşümün nəticəsindən asılı olaraq Rusiya nümayəndələri ilə görüş baş tutmayacağı bəyan ediləcəkdir. Yəni ona görə tam dəqiq bu görüşün keçiriləcəyi də hələ ki sual altındadır. Tam dəqiq deyil. Bildiyimiz kimi bugün Rusiya saatı ilə saat 10-da görüş başlamalıydı. Amma rəsmi açıqlamaya görə Türkiyə tərəfinin, amma mənə elə gəlir ki, Ukrayna tərəfinin xahişi ilə bu görüş, Türkiyədən etdiyi xahiş nəticəsində bu görüş günortadan sonraya keçirilibdir. Yəni Zelenski-Erdoğan görüşündən sonraya. Bilirsiniz məsələ nədir? Bu görüşlə bağlı gözlənti həddən artıq çoxdur, amma real deyil. Çünki bir görüşdə həm də o qədər də yüksək səviyyəli olmayan liderlərin, qərar qəbul etmə imkanlarına sahib olmayan şəxslərin arasında keçiriləcək görüşdə Rusiya-Ukrayna müharibəsi kimi kifayət qədər ciddi, dərin köklərə sahib olan, onu doğuran səbəblər aradan qalxmadan, mövcud vəziyyət düzgün qiymətləndirilmədən, tərəflərin nələrdə kompromisə, nələrdə güzəştə gedəcəyi ilə bağlı məsələlər texniki səviyyədə dəqiqləşdirilmədən və liderlərin mövqeyi ortada olmadan bir görüşdə ciddi nəticənin əldə olunması o qədər də real deyil, o qədər də gözlənilən deyil. Amma bütün halda 2022-ci ilin müharibə başladıqdan sonra keçən ilk 1-2 aydan sonra demək olar ki, tərəflər arasında heç bir əlaqə, heç bir kommunikasiya mövcud deyildi. Bu mənada münaqişə edən tərəflər arasında, nəhayət ki, münaqişə edən tərəflər arasında həm də yenə də Türkiyə vasitəsilə ilə 2022-ci ilin mart-aprel aylarında da Türkiyə vasitəsilə bu həyata keçirilirdi. Yenə də Türkiyənin vasitəsilə ilə belə bir görüşün keçirilməsi təbii ki, müsbət bir addımdır, əgər bu görüş baş tutacaqsa, bayaq dediyim kimi. Amma məsələ ondadır ki, bu görüşə tərəflər kifayət qədər şou yaradaraq, bunu təbliğat alətinə çevirərək getməyə çalışdılar. Həm Rusiya tərəfdən biz bunu müşahidə etdik, xüsusilə də Zelenskinin o xarakterinə uyğun olaraq, siyasi davranış deməli, xüsusiyyətlərinə uyğun olaraq bu prosesi də yenə şouya çevirməyə çalışdı. Yenə bunu daha çox təbliğat alətinə çevirməyə çalışdı. Özünün qəhrəman obrazının yenə də qəbul etdirilməsi, o qəhrəman obrazının, təbii ki, mən dırnaq arasında qəhrəman deyirəm, heç bir halda Zelenski xalqının qəhrəmanı ola bilmədi. Çox təəssüf ki. O obrazı qoruyub saxlamağa xidmət eləyən açıqlamalar səsləndirir. Hətta bu gün səhər də Türkiyəyə enərkən, Ankaraya enərkən də yenə o xarakterli açıqlamanı səsləndirdi. Və əgər bir ciddi proseslə bağlı danışıqları təbliğat alətinə çevirmək istəyi, həvəsi varsa, bir şouya çevirmək istəyi varsa, təbii ki, oradan ciddi, real nəticələrin əldə olunması o qədər də gözlənilən deyil. Amma eyni zamanda mən xüsusi icazənizlə xüsusi bir istiqamətə toxunmaq istəyirəm. Bu görüşdə əhəmiyyətli məsələ ondan ibarətdir ki, bunu Rusiya prezidenti də dəfələrlə bəyan etdi, görüşlə bağlı təkliflə çıxış etdikdən sonra, eləcə də biz ABŞ liderindən Donald Trumpdan da ərəb ölkələrində körfəzə səfərdə olan ABŞ prezidentindən də bu açıqlamanı eşitdik ki, mən olmadığım yerdə Putinin gələcəyi real deyildi. Yəni, bu artıq bir daha ifadə edir ki, tərəf Zelenski və Putin deyil. Yəni, Ukrayna və Rusiya tərəf ola bilər, amma qarşı tərəflər Putin və Zelenski deyil. Və bunun nəhayət ki, Ukrayna cəmiyyəti onun liderinə, prezidentinə başa salmalıdır, izah etməlidir ki, sən şoularla, sən təbliğatlarla, sən apardığın, o yaratdığın obrazla bu prosesləri irəliyə apara bilməyəcəksən.
xalqının, dövlətinin başına bu qədər bəlalar açdığı kimi, mən təbii ki, bu fikri səsləndirəndə indi tamaşaçılarımızdan da bəzisi o mövqedə olacaqlar ki, mən Rusiyanı müdafiə edirəm. Qətiyyən, söhbət Rusiyanın müdafiəsindən getmir. Rusiya işğalçı dövlətdir. Rusiya Ukrayna ərazilərini işğal edir. Amma Zelenski məhz səbatsızlığının ucbatından, məhz təcrübəsizliyinin ucbatından, siyasəti, diplomatiyanı bilməməsinin səbəbindən yaptığı yanlış addımlarla işğalçıya bəhanə verdi, işğalçıya əsas verdi ki, onun torpaqları, onun dövləti bax hazırki vəziyyətə gəlsin, onun torpaqları işğal olunsun. Və çox təəssüf ki, bu prosesdən, bu siyasətdən yenə də əl çəkmir. Bax, təhlükəli məqam bundan ibarətdir. Digər burada vacib məqamlardan biri, mən hesab edirəm ki, xüsusi qeyd etməli olduğumuz məqamlardan biri, prosesin ABŞ-Rusiya arasındakı münasibətlərin tənzimlənməsi kontekstindən çıxarılması cəhdi ilə bağlıdır. Çünki biz Fransa Xarici İşlər Nazirinin hazırda davam edən Antalya Diplomatiya Forumunda səsləndirdiyi çox təhlükəli bir fikri eşitdik. Mən istəyərdim bunu tamaşaçıların da diqqətinə çatdırım. Çünki 2022-ci ildə müharibə yeni başladığı dövrdə kifayət qədər real şanslar olan müharibənin dayandırılması ilə bağlı prosesdə mane olan tərəflər, Böyük Britaniya Baş Naziri və Fransa Prezidenti yenə də eyni ampuladadırlar. Yenə Fransanın mövqeyi ondan ibarətdir ki, münaqişə davam etməlidir, mümkün qədər davam etməlidir. Təbii ki, bunun ciddi səbəbləri var, onu yəqin ki, növbəti hissələrdə aydınlaşdırarıq. Nə üçün Avropa istəmir müharibə dayansın. Avropanın bu mənə elə gəlir ki, Avropanın hazırki mövqeyi müharibənin davam etməsi ilə bağlıdır. Amma çox təəssüf ki, Ukraynada çox təəssüflə qeyd etməliyik ki, kuratorlarının tapşırıqlarını yerinə yetirir. Məsələn, Fransa Xarici İşlər Naziri açıqlama verdi ki, 3 tələdən ehtiyatlı olmaq lazımdır. Sanki xəbərdarlıq edir ki, heç bir halda bunlara getmək olmaz. Birincisi, Rusiyanın vacib şərti, amma Ukraynanın əks arqumenti kimi təqdim etdiyi ateşkəs olmadan sülh danışıqlarına başlanılması. Bunu hamımız çox yaxşı bilirik ki, Rusiya heç bir halda bu şərti qəbul etmir. Və Rusiyanın iştirak etmədiyi danışıqlarda, Rusiyanın razı olmadığı danışıqlarda da nəticənin əldə olunmadığı artıq hamı üçün aydındır. Biz Avropada dəfələrlə Avropa liderlərinin Rusiyanın iştirakı olmadan Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi ilə bağlı, dayandırılması ilə bağlı, problemin həlli ilə bağlı böyük konferanslar keçirdiklərini müşahidə etdik. Hansı qərarlar qəbul olundu və ya qəbul olunmuş qərarların hansı real nəticələr oldu? Ona görə də Rusiyanın razı olmadığı və iştirak etmədiyi danışıqlarda nəticənin əldə olunması mümkün deyil. Bunu dünyanın ən böyük gücünün lideri deyirsə, bunu nəhayət ki, Zelenski də qəbul etməlidir. İkinci şərt, burada çox maraqlı məsələlərdən biri, Fransa Xarici İşlər Naziri bəyan edir ki, Ukraynanın silahsızlaşdırılması ilə bağlı məsələyə qəti surətdə getmək olmaz. Hansı ki, Rusiyanın vacib şərtlərindən, ən mühüm şərtlərindən və müharibənin başlanma səbəblərindən biri kimi qeyd olunur. Bəli. Deməli, bu müzakirə predmetinə çevrilməlidir. Fransanın dediyi kimi, heç bir halda müzakirə mövzusuna, gündəliyə çıxarılmamalıdır yanaşması ola bilməz. Və üçüncüsü, təbii ki, burada Rusiyanın sanksiyaların götürülməsi ilə bağlı bir çağrışdır ki, mən hesab edirəm ki, bu həm də ABŞ siyasətinin, ABŞ hazırki administrasiyasının, Trumpın siyasətinin manipulyasiya edilməsidir. Bu düzgün yanaşma deyil. Çünki mən Rusiya tərəfindən bir daha deyirəm, Rusiya tərəfindən çıxış etmək istəmirəm. Amma münaqişənin real həllini istədiyim üçün, arzuladığım üçün, Ukrayna xalqını, Ukrayna dövlətini, onun taleyini düşündüyüm üçün hesab edirəm ki, bugün vacib məsələlərdən biri Rusiyanın aqressiv davranışlarını dayandırmaq üçün zəruri addımların atılması məsələsidir ki, onlardan da biri sanksiyanın yumuşadılması ilə bağlıdır. Nəinki hazırda Fransa Xarici İşlər Nazirinin dediyi kimi artıq 18-ci sanksiya paketinin yenidən hazırlanması prosesi gedir. Sanksiyalarla nəyə nail ola bildilər ki, artıq Avropanın da güldüyü, Avropanın, nə başqa demirəm hələ, Avropanın özünün də güldüyü bu sanksiya paketinin 18-ci ilin qəbul etməklə nəyə nail ola bildilər, nəyə də nail olacaqlar 17-si ilə ola bildilər ki, 18-ci illərdə nəyəsə nail ola bilsinlər. Anır müəllim, bir məsələni soruşmaq istəyirdim. Deməli, bilirik ki, bu məsələ ilə bağlı, bu görüşlə bağlı Trump neçə vaxtı həm müsahibələr verir, həm fikir irəli sürür və bu, belə deyək ki, gərginliyin aradan qalxmasının tərəfdarı olduğunu açıqlayır. Amma istəyərdim ki, biz bundan ümumiyyətlə çox danışırıq hər zaman. İstəyərdim Avropa İttifaqının mövqelərini belə gündəmə gətirək. Çünki orada ölkələrin, Avropa İttifaqı ölkələri bir, belə deyək ki, təşkilat altında birləşməsinə baxmayaraq, Ukrayna ilə bağlı mövqeləri fərqlidirlər. İstəyərdim ki, bax bu məsələyə toxunaq.
Təşəkkür edirəm. Əvvəla qərb deyəndə biz hər zaman xüsusilə də Trump administrasiyası dövründə ABŞ və Avropanı fərqləndirməliyik. Mövqelər arasında çox ciddi, yəni Rusiya-Ukrayna müharibəsinə yanaşmada mövqelərdə çox ciddi fərqlər var. Bəli. Bəzi məsələlərdə yaxınlaşdırmağa çalışsalar da çox ciddi, prinsipial məsələlərdə ciddi ziddiyyətlər var. Amma eyni zamanda Avropanın özündə də, Avropa Birliyinin özündə də ayrı-ayrı dövlətlərin yanaşmasında fərqli mövqeləri biz görə bilirik. Məsələn, Macarıstanın yanaşması fərqlidir, Slovakiyanın yanaşması fərqlidir. Tutaq ki, Macarıstanın mövqeyi ilə Polşanın mövqeyini heç bir halda üst-üstə gətirmək mümkün deyil. Bu artıq Avropa siyasiləri üçün də demək olar ki, artıq məlum bir məsələdir. Amma burada xüsusilə qeyd etmək zəruri olan bir neçə dövlət var, onun liderləri var ki, onlar münaqişənin sürətli şəkildə qısa müddət ərzində bitməsini istəmirlər. Çünki xüsusilə də ABŞ-də administrasiya dəyişikliyi baş verdikdən sonra əsas tələblərdən biri Avropanın təhlükəsizliyi ilə bağlı ABŞ çətirinin aradan qaldırılacağı məsələsidir. Əsas təhlükələrdən biri budur. Və Trump bunu açıq şəkildə bəyan edir ki, ABŞ vergi ödəyicilərinin ödədikləri vəsait hesabına Avropanın təhlükəsinin təmin olunması dövrü artıq keçmişdə qaldı. Bu bitdi. Bundan sonra bu baş verməyəcəkdir. Siz də nəhayət gəlinizi daş altına qoymalısınız. Siz də nəhayət ki, büdcənizdən təhlükəsizliklə bağlı, müdafiə xərcləri ilə bağlı məsələləri artırmalısınız, o vəsaiti artırmalısınız. Və bugün Avropa ayılıb ki, ABŞ həmin o təhlükəsizlik çətirini götürəcəksə, Avropa özünün təhlükəsizliyini təmin edə biləcək səviyyədə deyil, vəziyyətdə deyil. Hətta NATO deməli NATO hərbi birləşmələri komandirlərinin komandanı dünən bir açıqlama verdi. Çox maraqlı bir açıqlama idi ABŞ-li admiral. Çox maraqlı bir açıqlama verdi ki, hazırki imkanlarla biz Avropanın dövlət, daha doğrusu NATO üzvü olan ölkələrin ÜDM-nin 2% həcmində ayrılan vəsaitlərlə biz təhlükəsizliyi təmin edə bilməyəcəyik. Bu 3% ola bilər, 4%, 5% deyir, biz bilmirik. Bunu siyasilər bilir. Amma hər halda 2% ilə bunu təmin etmək mümkün deyil. Bu açıq etirafdır ki, Avropanın təhlükəsizliyi ilə bağlı çox ciddi real təhlükələr var. Ona görə də Avropada belə düşünülür ki, ən azı bir neçə il ərzində Avropa özünün hərbi sənaye kompleksini yenidən işə salıb, yenidən təhlükəsizliklə bağlı zəruri məhsulları əldə edənə qədər, təhlükəsizliklə bağlı prosesləri təmin edənə qədər Rusiyanın o gücünü ala biləcək Ukrayna yenə də müharibədə qalmalıdır. Yəni, deyilənləri ümumiləşdirsək, yekunlaşdırsaq, bir daha məlum olur ki, Fransanın da, Böyük Britaniyanın da, Almaniyanın da, Polşanın da və digər müharibənin davam etməsini istəyən dövlətlərin heç biri Ukrayna dövləti, Ukrayna xalqına canı yanmır. Onun gələcəyini, taleyini düşünmür. Tam əksinə, özlərinin təhlükəsizliyi ilə bağlı Ukraynanın yenə də o odda alovda qalmasını arzulayırlar ki, o müddət ərzində biz vaxt qazanaq, zaman qazanaq və təhlükəsizliyimizlə bağlı, təhlükəsizliyimizdəki o zəif nöqtələrlə bağlı problemləri aradan qaldıra bilir. Anar bənim, Trumpla bağlı məsələni soruşmaq istəyirəm. Biz bilirik ki, belə deyək ki, hakimiyyətin ilk dövrlərindən hətta prezident seçilməmişdən də öncə bu Rusiya-Ukrayna müharibəsini dayandıracağını bildirmişdi. Bunu da etiraf edək ki, prezident seçiləndən sonra bütün istiqamətlərdə əlindən gələni etdi. Həqiqətən də müəyyən cəhdləri oldu. Necə düşünürsünüz? İndi bu məsələ bugün Türkiyəyə də çözülür və Türkiyədə bu görüşün, belə deyək ki, keçirilməsi hansı səbəblərdən qaynaqlandı? Təşəkkür edirəm. Bəli, sizin də qeyd etdiyiniz kimi, hətta prezident seçkiləri öncəsi təbliğat kampaniyasında da Trump Rusiya-Ukrayna müharibəsinin qısa müddət ərzində, hətta bir gündə səsləndirilmişdi, vaxt da deyilmişdi. Qısa müddət ərzində dayandıracağı ilə bağlı təbliğat kampaniyasında çox geniş istifadə edirdi bu məsələləri. Amma and içmədən də sonra 20 yanvar tarixindən keçən müddət ərzində də kifayət qədər böyük cəhdlər göstərilsə də təəssüf ki, münaqişə hələ də davam edir. Trump bu istiqamətdə fəaliyyətini davam etdirir. Bəzi biz arada belə bir mesajlar da eşitdik ki, əgər tərəflər arasında irəliyə doğru bir addımı biz müşahidə etməsək, danışıqlar prosesindən, problemin həlli ilə bağlı Amerika prosesdən çəkilə bilər. Bu fikirləri də eşitdik, amma yaxşı haldır ki, hələ ki, elə bir hadisə baş verməyibdir. Amma danışıqların Türkiyə, İstanbul formatına keçirilməsinin bir neçə müsbət və mənfi tərəfləri var. Nə mənada? Təbii ki, Rusiya çox arzulayır ki, danışıqlar
daha çox Ankara, İstanbul daha doğrusu formatı çərçivəsinə qaytarılsın. Çünki məhz aprel ayının 2022-ci ilin aprel ayında razılaşma ərəfəsində olan tərəflərin bu razılaşmanı pozmasına əsas səbəbkar Qərb kuratorlarından alınan sifariş əsasında Zelenski oldu. Danışıqlara birbaşa qadağa qoydu. Hətta qanun qəbul olundu parlamentdə ki, Rusiya ilə Putinlə hər hansı bir danışıqlar aparılmayacaq və s. kimi məsələlər ortaya çıxdı. Bu format çərçivəsində razılaşdırılmış mövqe o dövr üçün kifayət qədər ciddi itkilərlə Ukraynanın razılaşmaya məcbur edilməsi kimi qəbul edilirdi ona görə. Amma keçən dövr ərzində, təxminən 3 il müddət ərzində biz Ukraynanın daha böyük itkilərə gəlib çıxdığını, daha böyük itkilərlə üzləşdiyini görürük. Ona görə də hesab edirəm ki, 2022-ci ilin aprel ayında həmin razılaşma imzalansaydı, Ukrayna hazırki itkilərlə müqayisədə daha az itkilərlə prosesdən çıxa və prosesin növbəti mərhələlərə daşınaraq zaman qazanmasına, növbəti mərhələlərdə itirdiklərini geri qaytarması üçün imkanlar əldə edə bilərdi. Bu mənada Rusiya daha çox çalışır ki, həmin şərtlər daxilində, həmin şərtlər çərçivəsində, yəni hansı şərtlər, Ukraynanın heç bir halda NATO-ya üzv olmaması ilə bağlı məsələ, Qərb bununla bağlı öhdəlik götürəcək, Ukraynada həmçinin Ukraynanın silahsızlaşdırılması ilə bağlı məsələlər, bu çox ciddi məsələlərdir. Hətta Rusiyanın işğal etdiyi ərazilərin birmənalı şəkildə Rusiyanın nəzarətinə qalması və Ukraynanın bununla hesablaşması ilə bağlı məsələlər, Ukraynanın, Krımın heç bir halda Kiyevə aid olmayacağı ilə bağlı, Rusiyanın tərkibi hissəsi kimi Ukrayna tərəfindən təsdiq olunması ilə bağlı məsələləri özündə əks etdirən bir razılaşma, bir sülh razılaşmasına getmək istəyir. Ukrayna tərəfinin burada müsbət tərəf, mənfi tərəfi isə ondan bayaq qeyd etdiklərim məsələlərdir. Rusiya üçün müsbət tərəf ondan ibarətdir ki, bu şərtlər Türkiyənin də vasitəçiliyi ilə qəbul olunma imkanları var. Amma bunun mənfi tərəfi Ukrayna üçün sadaladıqlarımdır. Amma Ukrayna tərəfi üçün də müsbət istiqamətlər var. Hesab edirəm ki, Türkiyə formatında, İstanbul formatında başlıca olaraq daha çox təzyiq altında saxladığı, təzyiq altında olduğu ABŞ vasitəçiliyi ilə deyil, Türkiyə vasitəçiliyi ilə bu proseslərin davam elətdirilməsidir Türkiyə formatı çərçivəsində. Çünki Türkiyənin Ukrayna ilə, Zelenski ilə kifayət qədər normal münasibətləri var və Türkiyə vaxtilə Krım platformasının ən aktiv üzvlərindən biri idi və bu günə qədər də Ukraynanın ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyindən qəti şəkildə Türkiyə imtina etməyib, geri çəkilməyibdir. Bu, Ukrayna üçün əlavə bir üstünlük verir. Eyni zamanda, burada vacib məqamlardan biri məhz Türkiyə vasitəsilə Rusiyaya təsir etmə imkanlarıdır. Çünki əks tərəflərin heç birinin demək olar ki, Rusiya ilə son dövrlər Trump administrasiyasının çıxmaq şərti ilə heç birinin Rusiya ilə münasibətləri, ünsiyyəti və ya diplomatik əlaqələri yoxdur. O diplomatik kanallar hamısı kəsilibdir. Belə bir şəraitdə Türkiyənin Rusiya ilə, Türkiyənin Ukrayna ilə qorunub saxlanan yaxşı əlaqələrinin, yalnız əlaqə deyil, həm də yaxşı əlaqələri vasitəsilə Ukrayna müəyyən mənada bu proseslərdə daha nəticə yönümlü, deməli, müsbət nəticə yönümlü yekun əldə edə bilər. Bax, bu mənada müsbət bir prosesdir. Amma çox maraqlıdır. Bax, görürsünüz, Rusiya prezidenti may ayının 15-də Türkiyədə görüşə bilərik təklifini irəli sürdükdən sonra, Ukrayna buna razılaşdıkdan sonra ABŞ prosesdən kənarda qalmaması üçün Türkiyə formatı çərçivəsində proseslərin irəliləməsi, ABŞ vasitəçiliyi ilə deyil, Türkiyə vasitəçiliyi ilə irəliləməsinə qısqanclıqla yanaşdığı üçün, o proseslərdən kənarda qalmaması üçün artıq biz Türkiyə səfər eləyən, deməli, ABŞ xüsusi nümayəndəsi Uytkovu və deməli, dövlət katibini müşahidə etdik, o vaxtda məlumatları eşitdik. Yəni, ABŞ heç bir halda bu proseslərdə özünün kənarda qalmasını istəmir. Bəli, Türkiyə formatı çərçivəsində bu proseslərin irəli aparılmasına cəhd edir, çalışır. Bunu dəfələrlə bəyan etdi. Eyni zamanda həm Suriya, Səudiyyə Ərəbistanı və Türkiyə prezidentlərinin ABŞ prezidenti ilə birgə qarışıq formatda keçirilən o görüşündə də ABŞ prezidenti açıq şəkildə bəyan etdi ki, bəli, Türkiyə bu proseslərdə çox mühüm rol oynayır və dəstəkləyirik biz. Amma nə qədər dəstəkləsələr də özlərinin kənarda qalmasını da qəbul etmək istəmirlər. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Qeyd edim ki, biz İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını müzakirə etdik. Müsahibimiz siyasi şərhçi Anar Əliyev idi.